Bugünkü sual cavabı mən səsləndirəcəm. Cəfər müəllim yoxdur. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm İmam Əli əleyhissalam üçün hansı döyüşdə əlinin vurduğu bir zərbə qiyamətə qədər olan insan və cinlərin ibadətindən üstündür demişdir? Uhud. Xeyr. Xəndək. Əhsən. Sadiq 1-0 öndədir. Növbəti sualımız. Həzrət İsa əleyhissalamın möcüzələri nə idi? Ölüləri diriltmək. Əhsən. 1-1. Növbəti sualımız axırıncı sualdır. Kim tapsa keçir növbəti mərhələyə. Müqəddəs 4 kitabdan biri olan Zəbur hansı peyğəmbərə nazil olmuşdur? Davud əleyhissalam. Əhsən. Əhsən. Qalibimiz Hüseyn qardaşımızdır. Final mərhələsindəyik. Əli və Hüseyn qardaşımdır. Sualı verirəm. Allah Quranda kim üçün sən üstün əxlaqa sahibsən demişdir? Muhammed əleyhissalamı. Əhsən. Növbəti sualımız. İlk həcci atası ilə birlikdə yerinə yetirən hansı peyğəmbər olub? İsmail peyğəmbər. Əhsən. 1-1. Növbəti sualımız və final sualı. Kim tapsa, əhsən. Ruhul Əmin hansı mələyin ləqəbidir? Cəbrail. Əhsən. Əhsən. Bugünkü sual-cavab yarışmamızın qalibi Hüseyn oldu. Deməli nədir? Əlini Cəfər müəllim qalib eləyirmiş.